Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 44 yaşlı Tovuz sakini Tahir Cavadov keçmiş həyat yoldaşı Samirə Abbasovaya xəsarət yetirdiyi üçün məsuliyyətə cəlb olunub. Hadisə ötən ilin oktyabrın 5-də onların birlikdə yaşadıkları evdə baş verib. İstintaq materiallarına görə tərəflər arasında mübahisə yaranıb və əsəbləşən kişi masanın üzərində olan duzqabını götürərək qadının baş nahiyəsinə atıb. Bununla kifayətlənməyərək əl və ayaqları ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, keçmiş həyat yoldaşı ilə təxminən 10 il əvvəl ailə həyatı qurublar və bu nikahdan 2 az yaşlı övladları var. Onlardan biri serebral iflic xəstəliyindən əziyyət çəkir. Onun sözlərinə görə ailədaxili münaqişələr səbəbindən 5 il əvvəl rəsmi şəkildə boşanıblar, lakin uşaqlara görə eyni mənzildə yaşamağa davam ediblər. Hadisə günü qadının onu təhqir etdiyini iddia edən kişi əsəbləşdiyini və duzqabını atdığını etiraf edib. Zərər çəkmiş qadın isə ifadəsində qeyd edib ki, ailə münasibətləri dövründə mübahisələr əsasən kişinin spirtli içki istifadəsi və qısqanclıq səbəbindən yaranırmış. Onun sözlərinə görə hadisə günü kişi onu başqa biri ilə danışmaqda günahlandıraraq mübahisə yaradıb. Mübahisə zamanı qadın etiraz etdikdən sonra kişi əvvəlcə duzqabını onun başına atıb, daha sonra isə fiziki zorakılıq tətbiq edib. Məhkəmənin hökmü ilə kişi Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərər vurma maddəsi ilə təqsirli bilinib. Ona aylıq qazancından 10% dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası verilib. Qeyd edək ki, adlar şərti verilib.